Deməli, girim layihəyə. Deməli, dünən biz nə etdik? Table'ları yaratdıq, konfigurasiyalarını tamamladıq, düzdür? Konfigurasiyalarını yazdıq hər bir üçün, sonra DB kontekstə verib hər birini bazamızda yaratmış olduq. Dünən bu layihənin əslində ilk mərhələlərdən biri idi. Biz bunları eləməli idik. Bu gün də nə edəcəyik? Həmin o table'dan gələn dataları, hansı ki biz controllerlərimiz var. Controller içərisindəki hansı ki hər bir view-ya ötürəcəyik həmin dataları. Daha sonra da view-da müəyyən kodları yazaraq ora birbaşa bu home-dur, about bu sözlər var, hansı ki burada. Details, hansı ki biz table'ları bu sözləri əvəz eləmişik table-larla. Onların əvəzinə biz gətirib hansı ki bizim modellərimizdə olan həqiqi datalarımızı bazadan çəkib və bura gətirəcəyik. Bugünkü əsas işlərimizdən biri bu olacaq. Deməli, əsas proyekti run edeyim, baxaq, sonra başlayaq. Deməli, ilk öncə baxın, home-dur, about-dur. Bunlardan hər biri üçün yazmalıyıq, bəzi məlumatları gətirməliyik. Deməli, nə edəcəyik ilk öncə? Hansı ki bizdə var burada hansı ki baxın 2 dənə datanı deyəsən əvəz eləmişdik səhvlərdə. Sonra aşağıda baxın bu about hissəsində datalar burada da var. Daha sonra bu bəzi məlumatlardan, hansı ki about-dan gələn məlumatlardır. About-un içərisində vermişdik hansı ki bunları. Bunları da bir dənə view model verəcəm. O içərisində verəcəyik yenə eyni qaydada. Hansı ki baxın home-da, home səhifəsində həm home-un dataları var, həm about-dan sonra həm kursdan dataları olmalı. Baxın bu datalar var. Və bizim nəyə ehtiyacımız var burada? Burada ehtiyacımız olan şey oldu ki, biz home-da bir neçə table-ın datalarını göstərək belə. Bir neçə controllerdə verdiyimiz dataları, hansı ki cədvəllərin datalarını burada göstərək. Bunun üçün də biz nə etməliyik? Bir dənə home view modeli yaratmalıyıq. Bunun üçün. Normalda biz ümumiyyətlə baxın, məsələn, trainer cədvəlinə bir data verə bilərik. Trainer cədvəlinə görürük ki, ancaq trainerların datalarıdır. Başqa heç nə yoxdur, düzdür? Burada nə edirik? Trainer controllerda isə trainer cədvəlinə qoşuruq və buradan datalar gətirmiş oluruq. Amma məsələn, mən home cədvəlində dediyim kimi, burada görürük ki, ümumi çoxdur datalar. Həm home'un özünün 2 dənə burada datası var. Sonra about dataları var. Burada bəzi əlavə datalar var. Daha sonra aşağıda kursu cədvəl falan. Heç bunları falan yaratmamışıq. Heç eybi yoxdur. Əsas olanlar bunlardır. Bunların dataları var. Siz özünüz yazanda əlavələri də yaradarsınız. Mən əsas şeyləri göstərəcəm yazıb. Burada əlavə məsələn bulan dataları, bunun üçün də bir dənə ayrıca table yarada bilərsiniz özünüz. Yəni burada icondur, bir də title'dır və salam başqa heç nə yoxdur. Deyirsiniz özü icondur bir dənə. Bunun üçün də ayrıca bir iki table lazım ola bilər bizə. Özünüzdə yazanda onları da yazarsınız. Lap vaxt qalsa mən də yazaram burada. Heç nə bu qədər. Biz bir dənə indi home üçün yazaq onları. Baxın. Gəlin ümumiyyətlə bax configuration'ı yığdım. Controllers lazımdır. Konteksti yığdım hələ ki. Bir də entities lazım olacaq bizə. Deməli, nə edirəm? Gələm bir dənə new təzə folder yaradım. Yəni, saxlayayım. Bunun adına qoyacağım nə? View models. Deməli, view models nədir bizim üçün? View models hansı ki biz birdən çox belə deyim, table'ları bir səhifədə göstərmək üçün, birdən çox table'ların gələn dataları bir səhifədə göstərmək üçün istifadə edəcəyimiz strukturdur. Hansı ki birdən çox modellərimizi gətirib burada göstərmiş olacaq. Bunun üçün ilk öncə home view modeli yaradaq bir dənə burada. Hər iki home üçün lazımdır. O bir üçün də olsa baxarıq. Home view model. Okay, bir dənə home view modelimiz oldu burada. Baxın, home view modelin içində mən nələr göstərəcəm. About səhifəsindən var idi, düzdür. Deyirəm public about idi, təkcə olmadı.
About dataları var. Daha sonra bizdə var idi. Baxın, kurs cədvəlinin dataları var idi. Düzdür, bizdə orada. Yazıram nə? Public. Bizim hansı ki kurs list kimi gəldiyi üçün, hansı ki birdən çox kurs gəldiyi üçün, yəni o da indi fərqini izah edirəm. Niyə görə bəzilərini list, bəzilərini normal yazırıq. Kurs. Courses. Okay, bu da belə. Daha sonra trainerlarda gəlir. Məncə gəlir. Yəni baxaram indi yenə. Yəni lap şeyi açım özüm buradan. Ben logondan girib açım o. Buradaydı esnaf. Deməli burada baxın, home cədvəlində about-uncular var. Baxın, niyə görə mən about-u tək yazdım. Bir dənə burada yazdım. About tipindən about-umuz var. Amma kursa list kimi yazdım. Səbəb odur ki, baxın, burada about-da, about-un içərisində yazmışıq, məsələn, title, subtitle-lar və s. Bunları yazmışıq ancaq. About-a gəlib bunlar oturacaq. Amma kurs cədvəlində baxın, bir dənə kursun oturdu. Bəs digərlər nə olacaq? Mən orada bir forester yaratmalıyam ki, hər bir kursun bazadan gətirib bütün kursları bura yazsın. Bütün kurslardan gələn hansı ki dəyərlər gəlib bura yazsın. Bunun üçün də mən list kimi verəcəm ki, onu view verdiyimdə for each dövründə rahatlıqla dövrə etdirə bilim. Amma tək bir obyekt versəm, onu dövrə etdirə bilməyəcəm. Mən ona görə də kursu list kimi yazdım. Eyni qaydada hansı ki trainerlarda çoxdur. Baxın, eyni bir strukturdur. 3-4 dənə var da ondan. Ona görə də mən trainer və trainerları da həmçinin list kimi yazmalıyam. Public list trainer. Burada yazırıq trainers. Getset. Okay. Bir trainers cədvəli var. Bir də bizdə əlavə olaraq nə var? Burada əsas biz yaratdığımız cədvəllər içərisində bir dənə də bu var idi. Baxın. Burada about-un altında 4 dənə data var. Bu tələbə sayıdır, kurs sayı və s. Bu cədvəldir, bu dəyərlərdir. Bunları nə edəcəyik? Bunları da biz dinamik olaraq bazadan gətirməliyik. Bunun üçün də 4 dənə əlavə dəyər yaradıram ki, bizim hansı ki home view modelimizdə həmin dəyərlər də burada olacaq. Onu da hansı ki about-un altında yazaram ki, bilim ki o about-unda biz normalda çünki about hansı ki tabında biz bunları baxın about-un altında gəlir hamısı gördünüz bu hissə. Biz onsuz da bu about-un içində də baxın about view modeli də yaradacağıq onda. Onun içərisində bu dataları yazmalıyıq. Böyle düşüldü bu view model məntiqi. Bəli, aydın. Yəni birdən çox model gəlirsə bir cədvəldə, orada artıq view modeli yaradıb bir içərisində hamısını verir. Deməli burada 4 dənə dəyər var. Student, course, event, trainer. Yazıram belə public int tipində. Nədir? Yazım total students. Total students get set. Daha sonra da bundan bir dənə kopyalayayım ya adlarını dəyişərəm. Total courses idi desəm biri. Daha sonra total divide events. Neydi? Trainers. İndi görəcəksiniz bu dəyərləri hal-hazırda heç nə yoxdur, heç nəyə bərabərləşdirməmişəm. Bunu gedib nə edəcəm? Orada deyəcəm ki, orada kontrollerin içərisində bunları təyin edəcəm. Gəlib bazadan deyəcəm ki, sayına gətir orada. Total trainers, student course, event trainer. Okay. Bunlar da belə. Bu mən oldu home view modeli. Mən view-ya bu view modeli verəcəm. Yəni normalda təkcə baxın, təkcə məsələn about-u versəydim əgər, mən nə edəcəydim? Heç view modelə ehtiyacım yox idi. Birbaşa gəlib about-a deyəcəyim ki, burada using elə about modelini onun içərisində bir ver. Amma mənə ehtiyacım var ki, home view modelində birdən çox about-dur, kurs listidir və s. bunların datalarını gətirməyə ehtiyacım var. Buna görə verdim. Yəni əgər bir dənə table gəlsə verməyə ehtiyac yox idi. Bir də gələk about hissəsinə məsələn burada. Rekord gedir də. Bir də about hissəsi var. Baxın, about hissəsində də bir about-un özündədir. Biz about point falan da yazmışdım deyəsən. Baxıram. Budur bir də. Bir də bu əlavə datalara ehtiyacımız olacaq. Niyə baxmışam biz about point yazmışıq mı? Niyə yazmışdıq? Text, hə. Hə, about başa düşdüm mən, okey.
About'dur. About point'i verəcəm. Bir də şeyi verəcəm. Hansı ki bizim bu dəyərlərimiz var. Onları da verəcəm əlavə olaraq. Bir də about view model yaradaq. About view model. About view modeldə də bizdə olacaq nə? Public about bir dənə about using yaradaq. Daha sonra hansı total courses falan dəyərlər var idi. Baxın bunların eynidir o. Bunları da gətirib copy paste edirəm ora. 4 dənə deyirəm, aslında burada da eynidir də. Bir də about point var, onu da əlavə edirəm. About point də bizdə list kimi gələcək yəqin ki. Public about point. Bunu bir dənə list kimi verirəm. Çünki yəqin ki bizə list kimi lazım olacaq orada. Yəni baxaram onun məntiqinə. Mən necə yazmışdım o. Çünki burada about point-də bir dənə text var. Bu hansı ki bu textlər yəqin ki nəzərdə tutmuşam. Bir ona baxım. About-da title, subtitle, description, image URL. Okay. Yəni baxım title, subtitle, description, image URL. Description aslında burada var. About point-ə ehtiyac yoxdur bizdə burada onda. Əslində about point yazmasayıq da olardı. Eyb yoxdur, qalsın baxar. Əlavə textləri orada verəm. O description sizlərə. Yəni ki home'u verək, orada göstərim bir dənə. Daha sonra about view modeli yazdı. About point'i bir də bunları gətirmiş olduq. Başqa nə edəcəyik? Bunları elə ki yaratdıq. Digərlərində də baxın məsələn kursus cədvəlində kurs details məntiqi var. Baxın sadəcə kurslar var da, başqa heç nə yoxdur, düzdür. Bu kursları da Fortis'ə gətirəcəyik. Trainers'da da eyni qaydalar olacaq. Okay, bunlar üçün view modeli ehtiyac yoxdur. Baxarıq sonra ehtiyac olsa yazarıq. Deməli ki, home view modeli yazdıq. Bunun üçün controller yazmalıyıq. Home controller'a gəlirik. Hansı indeksdə, indeks səhifəsi indi gəlib biz nə etməliyik? Deməli, bazadan götürüb biz bu dəyərləri bir-bir nə etməliyik? Bazadan ilk öncə controller tərəfə gətirməliyik. Daha sonra controller'da gedib view-da onlarda istifadə edib onlara view-ya ötürməliyik. Bunu da necə yazayıq? İlk öncə deyirəm ki, mən burada deyirəm private read only. Hansı ki bizim app tipi kontekstimiz olmalıydı. App tipi kontekst. App tipi kontekst tipindən bir dənə kontekst yaradır. Altdan xətt qoyulur. Sırf biz burada bazaya müraciət yazacağıq. İndi görəcək yazacağıq kontekst nöqtə nə. Yəni o table'da gətirmək üçün də ona görə. Bu konstruktoru təyin edirik. Boş konstruktoru yaradırıq. Bu boş konstruktor yaradırıq. Yəni home controller'ın. Onun içərisində təyin edirik ki, bunların hər biri app tipi kontekst cinsində olacaq. Bunu burada təyin eləməliyik. Səbəbi nədir? Biz deməli bazıya sorğu atmalıyıq ki, datalar gəlsin bizə. Bazıya sorğu atanda bir dənə controller yaradıram, konstruktor yaradıram. Controller nə? Həmin controller cinsində özünü konstruktorun yaradıram. Onun içərisinə verirəm ki, bu app tipi kontekst cinsində bir dənə kontekst var. Onu hansı bu addan konteksti ona bərabərləşdir ki, mənim gələn bütün table'larım bu konstruktor içərisində, table'dan gələn datalarım bu konstruktor içərisindəki addan xətt kontekst dəyərimdə hamısı birləşəcək və private olaraq məndə saxlanılacaq. Buna görə də bu şəkildə yazmış oldu. Okay, indi gəlməliyik bunları indeks səhifəsinə, hansı baxın indeks yaratmışıq. Bura göndərməliyik. Biz də nə edəcəyik burada? Asinxron şəklində göndərəcəyik bunları. Çünki birdən çox table'lardır və gözləmə olmasını istəyirik ki, ona görə də asinxron şəklində göndərməyimiz daha məqsədə uyğundur. Deyirəm, bir dənə task, action result index. Bir dənə də buraya yazıram async. Bir dənə də ən sonunda await yazacağıq, qaytararkən. Deməli, nə edir? İlk öncə deyirəm ki, mən bu indeksimə, hansı indeks səhifəmə, hansı ki bu home'un içərisindəki indeks səhifəsi var, bu səhifəmə nə gələcək? Mənə gələcək home view modelindən gələn, hansı ki bu table'lardan gələn datalar home view modelimə birləşəcək və modeldən controller ötürüləcək o. Sonra controllerdan gələcək, hansı ki mənim bu view'larımın içərisində. Ona görə də nə edirəm? Deyirəm bir dənə var, çünki bilmirəm nə gələcək.
Modelim var deyirəm bir dənə. Bu da bərabər nəyə? Home view modelə. New home view model. Bazı RAM-da təzə bir dənə yer yaradıram onun üçün ki, bura gəlib oturacaq. Deyirəm home view modelim var. Okay, home view modelim var mənə bir də. Deməli bu home view modelimizə nələr daxildir? İlk öncə bir dənə yazmışdıq burada. Baxın, about var idi deyəsən. About idi, hə. Home view modelimdə mən about var bir dənə. Yazıram about bərabər nə? Await. Await yazmağımın səbəbi asinxron olduğuna görədir. Yəni birdən çox table gətirir ya. Orada gözləmə əməliyyatı olmasın deyə. Altdan xətt context nöqtə hansı ki about. About nədir? Bu about bizim bu tipi kontekstdə göndərdiyimiz about dəyəridir. Baxın burada. Mən göndərmişəm bu about dəyəri budur. Bazıda yaratdığımız cədvəli göstərir. Yəni o cədvəldən müəyyən datalar gətirəcəm mən. Context.about nöqtə. İndi əsas məsələ buradadır. Nöqtə deyirəm. Burada bir dənə gətirəcəmsə include təkcə burada yaza bilərik. Nöqtə. Baxın, burada bir çox metodlarımız var. Bunlar mən sizə CRUD yazana göstərmişdim. Burada var include metodu. Include. Buna deməli nədir? Burada lambda expression yazıram. Deyirəm ki, məsələn, about a nöqtə mənə nəyə ehtiyacım var? Orada about points dəyərləri də var idi. Düzdür, about points. Bunu da gətirək. Burada deyirəm nöqtə nə? First or default. First or default async. Bu şəkildə. Bu şəkildə gətirdim. Baxın, bu about üçün. Dedim ki, mənə bir dənə about'um var. Home view modelin içərisində yaratdığım about nədir? Get context-dən, about cədvəlindən include elə həmçinin about points dəyərlərini hansı ki bir dənə bazada göstərim orada sizə. About-dan bizdə about point one to many relation-daydı da, düzdür? Buna görə də mən dedim ki, about-da işləyəm, about points dəyərləri mənim üçün gətirmiş oldu. Ona görə də mən orada ona görə include elədim ki, həmçinin ikinci bir bazanın əlaqəsi olanda include metodu vasitəsilə biz digər dəyərləri də gətirmiş oluruq. Baxın. Orada nə idi adı bizdə? Discal system dibi bu idi. Baxın, burada bizdə var about dəyəri. Baxın, burada image URL falan. Bir də about point var idi bizdə. About ID. Burada bir dənə text var. Deməyin about-a görə onun texti var. Dedim ki, about-u gətir. About-u gətirəndən ona əlaqədə olan about point-ləri də gətir. About point datalarını da gətir. Bu da about point table-ına gəlib gətirəcəm mənim üçün. Bu belə. Bu biri idi. İkinciyə gətirək indi. Burada virgül qoyub ikinci üçün kodlarımızı yazırıq. Deməli, belə bir şey yazaq, tamam mı? Bir saniye. Ya baxın. Məndə ikinci nə idi? Bu total students falan dəyərləri idi. Onları da yazarıq. Okay, ilk öncə onları yazaq. Total students, course, event, bir də trainers. Okay. Total students. Baxın, studentdan sayı gətirməliyəm mən. Deyirəm total students ilk öncə. Bərabərdir nə? Deyirəm await. Hatta xətt context. Gəlib kontekstdən gətirəcək. Nəyi gətirəcək? Deyirəm ki, nə? Courses. Kursların. Və mən sayıya gətirəcəm. Nöqtə count olmalıdır. Yəni, count metodumuz var. Bizim async metodumuz. Onunla mən gətirmiş oluram bunu. Digərlər üçün də eyni qaydada. Və hər bir üçün eyni qaydada gedib, baxın, total courses var. Gedib deyirəm bərabər await. Xətt context. Nöqtə kurs. Student-da students olmalıdır. Məndə students dəyəri varmı? Bizdə students yoxdur. Onu da yaradarıq. Yaradanda bura yəni qeyd yazım. Yaradanda bunu da yazarıq burada. Context students context. Hər birini sayıya gətirməliyəm mən burada. Total events. Bizdə events cədvəli var. Eventdən gəlir. Bir də var total trainers. Bizdə trainers cədvəli var.
train study var. Baxın, deməli nə etmiş oldum? Mən total course, event, train study dəyərləri hər biri gətirmiş oldum burada. Bir də burada students dəyərimi yaratmışam dəyərim olaraq. Orada onu da yaradandan sonra bunu da gətirək, problem deyil. Bazıdan sadəcə data gətirək. Daha sonra bizdə nə var? Deməli, bizdə student olsa, studentdan kurs alanla əlaqə yaratmalıdır. O cədvəli də yaratmalıyıq. Onun üçün də indi onu da yaradaq. Yəni ki, bunu göndərim. Baxaq, növbəti dərslərdə onları da yaradıb şey eləyərik də, davam eləyərik belə. Deməli, indi nə edəcəm? Başqa nə dəyərlərim var home view modeldə? Mən kurs dəyərlərim var. Tamam mı? Baxın, mən bura kurs dəyərlərimi gətirməliyəm. Home cədvəlinə kurs dəyərlərimi gətirməliyəm. Tamam mı? Məsələn, mən ola bilər ki, burada populyar kurs yazıb, adətən biz istifadəçilərə ilk home, yəni table'ımda ən populyar olan, məsələn, 5-10 kursumuzu göstərik də, yəni çox göstərmirik burada. Burada əgər bizim 1000 dənə kursumuz varsa, home cədvəli heç açılmaz, yəni açılmaq istəsək, görək ki, loading qalıb bir neçə saniyə sonra açılır. Bunun üçün də bizim üçün vacib olan şey nədir? Əsas burada populyar kurslarımızı göstərməkdir. Həm reklamın açısından daha yaxşıdır, həm də ki, məsələn, bütün kursları bura gətirsəz, bütün kursları, bütün treynerləri gətirsəz, eyni səhifədə o qədər yüklənmə olar ki, pagination yoxdur deyə. Əgər normalda bizdə pagination falan var, gələcək dərslərdə. Yəni, normalda səhifələmə var. Hansısa girirsiniz, next yazırsınız. Burada 3 dənəsi yüklənir, next yazırsınız, bir 3 dənəsi də yüklənir. O pagination adlanır. Bizdə normalda home səhifəsinə qoymasaq yaxşıdır onu. Yaxşı görünmür də o qədər də. Ona görə də nə edirik? Deyək ki, məsələn, 3 dənəsi, 5 dənəsi falan yükləyə bilərik. Yəni, bu şəkildə bir yükləmə işi görə bilərik burada. Hamısını yükləmək üçün. Deməli, nə yazıram? Yazıram burada popular course. Bizdə courses deyil, adı da gedir. Courses deməli. Deməli, burada nə edəcəm? Deyəcəm await. Context. Course. Burada da şey eləyə bilərəm. Baxın, bizdə order by metodları var. Ən populyar kurslarımı gətirmək istəyirəm də, düzdür mən məsələn. Ona görə də ən populyar kurslar hansılar? Ən çox tələbə götürən kurslardır da, düzdür. Ona görə belə bir şey yaza bilərəm. Order by descending olmalıdır, yuxarıdan aşağı sıralama. Burada da qeyd edirəm ki, hansı ki bu kursu sen nöqtə bizdə olacaq deməli tələbə sayına görə gətirməliyik normalda. Bizim tələbələr cədvəlimiz yoxdur deyə onu eləmirik, amma burada yaza bilərik ki, yəni normalda bir dənə komment alacağam. Student, məsələn, count deyə bir şey olacaq. Tələbə sayına görə birbaşa biz onu gətirə bilərik. Burada da qeyd edirəm ki, student count bunu verdik. Nöqtə deyirəm take metodu var bunun özünün. Burada deyirəm məsələn 3 dənə. İlk 3 dənəsini götürmüş olur. Və indi göstərəcəm onu sizə. Bir saniyə. Okay, baxın, bu take metodu var özünün. Bu take 3 dənə yazırsınızsa, neçə dənə yazsınız o boyunca göstərir. Deməli, order by eləyirik. Belə ki, ən çox tələbə sayı olan kursları order by eləyib, daha sonra götürdük. Yəni, bu da komment alaq qalsın. Digərlərini yazaq, ona baxaq. Bundan sonra bir dənə bunu da şey eləməliyik. Bir dənə gözləyin. Burada to list eləməliyik. Student count dəyəri. Kursda var idi bizdə student count dəyərimiz. Student count var bizdə, hə. Qoymuşuq da, mən deyəm, nə problem yaratır. Student count dəyəri var, amma dinamik dəyərdir, belə deyək, biz bilmirik, heç neçə dənə student var. Ayrıca student cədvəli yaratmalıyıq. Demək ki, nə elədik? Demək, kurs cədvəlimizdə dedim ki, kurs, order by desək, daha yaxşı adlandırma eləyim burada bir dənə. Burada kursiz yox da, populyar kursiz yazın. Çünki bütün kursu normala gətirməkdə, onsuz da biz homa. Burada bunun adını belə populyar kursiz qoyun. Burada da kursiz order by, student countda neçə dənə student varsa, ən çox olanları gətirib yığır. Take 3, yəni
ən çox kurs olanlar yuxarı aşağı yığır, tələbə sayı olanlar kursda. Məsələn 10 dənədir, 5 dənədir, 5 dənədir, 3 dənədir. Üstə olanları gətirmir. 15, 5 olanlar ilk 3 dənəni gətirir. T2 o deməkdir. T2 gedir bazının ən top 3 dənəsi seçir. Daha sonra nə edirik? Burada trainers gətirəcəm. Trainers. Burada da await, daxil context. Nöqtə deyirəm trainers. Trainers'da. Demək nöqtə, biz trainers'da nəyimiz var idi bizim? Şey var, hər bir trainerin özünün vəzifəsi var idi. Include deyirəm. T nöqtə profession idi də deyəsən. Hər birinin profession'ı var, ona görə gətirsin. T profession da to list deyilsin. Trainers'da da bu şəkildə gələcək datalarımız. Deyirəm ki, trainers var. Orada trainer cədvəlimizə baxın. Ya professional əlaqəsi var. Hansı bizim professional cədvəlimizdə var. Hər biri professional cədvəli ilə bir yerə gətirəcək ekrana. Burada da eyni qayda belə bir şey eləyə bilərik ki, orada take metodu istifadə eləyək. Deyək ki, top 3 dənə, məsələn 3 dənə falan olsun da, 3 dənə bəs. Top 3 dənə trainer gətir. Hansı ki, ən çox top 3-ünü gətirəcək. Burada necə eləyəcək? Orada by falan işlətmədik deyə, burada sırf ilk 3 müəllimi gətirəcək. İlk 3 dənə müəllimi. Burada ehtiyac yoxdur əslində eləməkdir. Çünki kursla falan əlaqələrimiz yoxdur hələ. Qalsın belə. Demək, başqa bizdə nə lazım olacaq? Normalda bunlar hələ kifayətdir. Okey. Bu belə. Buradan sual var. Sırf data gətirməkdir burada. Burada normalda bunu videoya versəm indi problemdə çıxara bilərəm nulla görə. Bəzi dəyərlər çünki null gəlir. İndi bazda falan dəyərlər yaradacam. Orada düzələcək. İndi keçək bir dənə about controller'ımızda yazın burada. About controller'da necə yazırıq deməli? Baxın. Burada da eyni qaydada about controller'da da digər kimi proses gedir. Deyirəm private read-only bir dənə active context yaradıram. About controller görə biləcəyik. Çünki burada data azdır. Baxın. Bir də about tam yazım göstərim sizə. Orada görəcəksiniz. Burada data azdır. Bir dənə budur, bir də bulardır. Amma home-da çoxdur deyə bəzilərini yaratmamışıq. Deyək, məsələn, biz burada student adında bir table falan yaratmamışıq. Onları da yavaş-yavaş yaradıb göstərəcəyik. Birinci sayıdan göstərim. Deməli, private read-only deyirəm, active context. Deməli, bunu bir dənə normal context eləyək. Constructor-da deyirəm ki, bu active context. Daxil kontekstdə bizim gələn həmin kontekstlə bərabərdir. Okay. Burada nə edəcəm? Deyəcəm ki, asinxron yazım bunu da. Task. Action result index. Burada da nə edirik? Deməli, bizdə nə var? Deyirəm, bir dənə var. Modelim var yenə burada da. Burada da about view modelimizdə, düzdür? About view model dəyərimizdir burada da. Okay, about view modellə nə edəcək? Baxın, niyə yazdım? Okay, bazı deməli RAM-da təzə bir dənə about new model yaradır özündən. Table-dan deməli bazadan gələn dataları həmin RAM-dakı bu constructor-a yığır və bu şəkildə bizə göstərmiş olur. Burada yazıram nə? Bizdə nə dəyərlər var? Bir dənə about dəyərimiz var. Hansı ki, burada olmalıydı, baxın. Burada bir about-dur, about point-dir. Bir də bulardır. Əslində biz burada heç about point-ə burada ehtiyac yoxdur əslində. Çünki biz onsuz da burada include deyəni gətirəcəyik də. Ehtiyac yoxdur əslində about point-ə burada. Yəni, baxın, about daxil context, nöqtə about
about olacaq nöqtə. Deyirəm burada include. Burada include-da birbaşa about point dəyərlərini gətirirəm deyə ona ehtiyac olmayacaq. About points-ı gətirdik nöqtə first or default async. Burada verirəm, keçə bilin. Yəni burada await yazmamış, ona görə error atır. Okay. Deməli about belə. Daha sonra bizdə total courses falan dəyərlər var idi burada. Onları da yazaq. Yazıram total courses bərabərdir await altdan context nöqtə courses zədvəli. Coursesin nəyi? Count. Onu saysın, bizə gətirsin. Bu kifayətdir. Daha sonra bizdə var total events, eyni qayda eventların sayıdır. Total daha sonra bizim nələr var idi? Devam to virgül qoyun. Total trainers-ı gətirək hələ ki, bərabərdir await. Total student var idi. O student cədvəlini yaradıb gətirək. Daxil context nöqtə students nöqtə count async. Bizdə heç student olmadığına görə bunun yəni commit alım kifayətdir. Okay. Okay, bu belə. Bundan başqa nə var idi? Heç nə. Return view-da da deyirəm burada modeli qaytarırıq bizə. Bu həmin modeli. Hansı ki biz home controller'da da bunu eləməliyik. Burada view-ya birbaşa bu yaratdığımız modeli qaytarmalıyıq ki, biz ki yaratdığımız bu model bunu yaradacaq. Home view model. Neo deyə home view modeli. Yəni tipi bunun home view modeli olacaq. Burada da run olandan sonra təyin eləyəcək özünü və burada modeli ən sonunda view-ya qaytarmalıyıq. Okay. Bunlar da belə. Bunu da belə yazmış olduq. Yəni bir də indi about view modeli özümüz about'un view'sunu da yazaq burada. Gəlin burada about'un indeksini. Tamam. Deməli burada mən nə edəcəm indi? Baxın, bir də about view modeli yaratdım. Dedim ki, burada about var, bir də bu 4 dənə əlavə dəyərim var. Və əlavə olaraq da mən about controller'da dedim ki, indeksə bir dənə constructor yaratdım ki, bu RAM-da bu context tipindən təyin eləsin və bir dənə burada about view modeli yaradıb about view model tipində bir model yaradıb bu modeldən sonra qaytarsın. Bunları da bazadan gətirmiş olacağıq biz. Hər birini bir-bir gətirəcək. Gedib context.about table-na baxıb bunları gətirəcək. Daha sonra da bunların saylarını gətirmiş olacaq. Gəlirəm indi view-da nə edəcəm? Deyəcəm ki, burada ilk öncə mən həmin view modeli using eləyəcəm. Using. Bu ümumiyyətlə, bu nədir bizdə? CS HTML faylıdır. Həm biz C# kod da yaza bilirəm, həm də front kod da yaza bilirəm. Ona görə də CS, C# hansı ki HTML-də, yəni front kodda yazmaq üçün. Deyirəm using, hansı ki bizdə var, bizdə nədir adı? System code word, nöqtə, bizdə view models var bir dənə. View modelsi burada using eləmiş oluram. Yəni aşağıda deyirəm nə? At modelim var, model. Modeldə nədir? Bizdə home deyil, şeydə about bizdə about view model. About view model dəyərim var. Bu da about view model dəyərimdir. Okay, about view model dəyərim var, tamam. İndi gəlib burada UI-da baxacam ki, həmin datalar hara düşürsə, bunlara gətirib bir-bir əlavə eləyəcəm. Bu qədər. Gəlib deyirəm nə? Hansı mən datalarım, yəni baxım görüm hara düşməlidir gəlib burada. Hə, buralardadır. Buralara əlavə eləmək lazım olacaq. Amma bu about section-ı buradan başlayır. Title-ını falan qoyacaq bura. Hə, baxın, bir də burada for x yaradacağım və bura həmin table'lardan gələn dataları gətirib qoyacağım. Nə edim deməli? Bir də deyirəm Ctrl X bunu. Burada deyəcəm nə? Bir də for x yaradacağım burada, for dövrü. Və ora gətirib əlavə eləməliyik. Deyirəm ilk öncə, bir də burada şərt verməliyik. Yəni deyirəm null deyilsə, ora gətir qoy da dataları düzdür. Deyirəm add if. Deməli bu CS HTML faylında necədir məntiq?
Deməli, bir dənə Ctrl V eləyək. Bu if şərtin içərisində qalsın. If şərtinə deyim ki, burada modeldən gələn hansı bir about-un hansı fərqlidirsə nulldan. Hansı dedim ki, bu model about null deyilsə gəl bura gir və bu içərisində dataları əlavə edəcəyik. Hansı bu datalar nədir? Burada yazmalı lorem ipsum dollar falan, volt times out. Bunlar da hansı ki about-umda olan datalardır. Burada baxın, bunlardır. Bu dataların əvəzinə mən bazadan gələn real hansı ki datalarımı gəlib onun əvəzinə qoyacağam. Burada da ilk öncə nə edəcəyik? Burada bir yazıram. Hansı ki bu title'ımızda düzdür. Deyirəm add hansı ki modelin nöqtə about nöqtə bizdə title deyəniz var hansı ki. Bunun əvəzinə olacaq bazadan gələn title'ımız. Sonra bunun əvəzinə olacaq nə? Bizdə var description falan, model nöqtə about. Bu nə idi? Subtitle idi deyirsən. İkinci iddən subtitle. Daha sonra bizdə nələr olacaq? Bunlarda. Mən verdiyim hansı ki text var idi, about points var idi. Amma buna görə vermişdim ki burada. Bu about points dəyəri burada. Birdən çox ola bilər. 3 dənə deyil də istəyirlər ki 5 dənə olsun bunlar. Buna görə mən bu about point-də verdim ki, istədiyim qədər bunu artırıb azalda bilərəm. Ona görə bu şəkildə elədik. Yəni bu statik şəkildə qalmasını eləmişdik. Orada nə edəcəm? Gəlib deyirəm nə? Subtitle-dan sonra bura bir dənə if şərti qoyacağam yenə. Deyəcəm əgər yenə burada bir dənə verək ki model nöqtə about points null deyilsə, about-un içərisindəki about points null-dan fərqlidirsə, yəni null deyilsə bura gir və hansı ki bura olacaq da bu da. Bura daxil olacaq. Yəni bunu belə yığım. Deməli, əgər dedim model about point null deyilsə bura daxil olacaq. Mən burada da bunlara for each dövründə şey verməliyəm. Baxın deyəcəm bunların 3 dənə də bunlar düzdür. Bunların deməli ikisini silək, ehtiyac yoxdur bizə. Burada deyəcəm nə? Bir dənə yazacağam. Add for each dövrü yazacağam. Deyəcəm bir dənə var. Bizdə olsun point məsələn in about points. Model nöqtə about points. İçərisində var. Burada bunu dövr elə. Neçə dənə text yazmışıqsa bir hamısını əlavə elə. Burada deyəcəm nə about points içərisindən gələn bizdə hansı dəyər gəlirdi orada text deyil. Deyəsən onu da bura əlavə elə. Add həmin point nöqtə nə gəlir bizə text deyil deyəsən. Bu dəyər də gəlir. Artıq bura mən bazadan nə yazsam dinamik şəkildə gəlib oturacaq. Ona görə də bu şəkildə yazmış oldu. Okey, bunu da yazmış olduq. Deməli, baxın, burada necə elədik? Sadə bəsli strukturdur. Yəni, about üzərinə göstərim, tam başa düşəcəksiniz. Yəni, bazda indi dəyərdə yaradaram. Deməli, baxın, göstərim. About view model yaratdım. Niyə yaratdım? Bu 4 dənə əlavə dəyər də var idi, ona görə yaratdım. About controller'da. Gəlib həmin dəyərlərdə bərabərlər countlarına tapdım bunların bir-bir. Normalda backend funksiyadır, ondan sonra tapdıq. Bir də dedim ki, about-dan get context-dən about, hansı ki bu about point-i də gətir bunun içərisinə. Çünki əlaqədədir bu table'lar. Və onları first of all anything-dən bazıya soraq gətir bura. Bunları gətirmiş oldu burada. View-ya da modeli qaytardı. View modeli qaytarandan sonra dedim ki, bu modeli gətir. About view modeli birbaşa burada bir-bir yaz. Məsələn, yazdıq ki,
Hansı ki about-un title-dır. Modeldən gələn about-un title-ı, modeldən gələn about-un subtitle-ı. Sonra bir də about points dəyərlərimiz var. Onlar hansı ki bizim buradakı dəyərlərimiz idi. Bunlar arta və ya azala bilərdi. 3 dənə, 5 dənə də ola bilər, 7 dənə də ola bilər və s. Orada dedim ki, bunu da for each-də yaz. Neçə dənə about point-i varsa ona aid onların hamısını gətirmiş olacaq. Heç nə. Bu da belə. Bir dənə indi şey eləyək. Bir bazıya dəyər əlavə edeyim. Ki, bir about-a, bir about point-a. Hə, bir də image URL dəyərimiz var idi. Onu da əlavə edeyim bura. Deməli, burada da CRD-ni isə birbaşa yazıram. Baxın, about2.jpg idi, düzdür. Bura deyirəm ki, assets about2.jpg. Mən Ctrl-C yazdım. Ya burada image URL-inin əvəzinə onu yazırıq. İndi görəcəksiniz. Özümdən tələ şəkil əlavə eləmədim. Dedim, add. Bura nə olacaq? Modeldən gələn .about .image URL. Bu dəyərə gəlib bura oturacaq. Nə yazmışımsa burada olacaq. Burada copy paste elədim. Title da about 1 olsun. Subtitle da Lorem Ipsum yazıram. Belə bir şey yazdım. Description deyirsən yox idi bizdə. Baxarıq onu da əlavə edirəm. Bu da belə. Bu bizim oldu birinci about-umuz. About-u yaratdıq. Bir dənə about point yazırıq ona. Bir ID table. Baxın dedim about 1 olana. Yarat buradan text. Yazıram text 1. Yazıram text 2 olsun bu da. About ID'si yine 1. About ID'si yine 1 olsun. Yani text 3. Okey. Bunları da belə yazmış olduq. Deməli, mən 3 dənə burada textim olacaq. Hansı ki bunlar nədir? Bunlardır. Baxın, bu text 1, text 2, text 3 bunlar olacaq. Bu şeydir, title'ımız, subtitle'ımızdır. Burada yazdım onu bazada. About-da title sub. Bir dənə description yox. Ona da baxarıq, harasa bir şeyə əlavə etmək olur. Bir şəkildə eyni qayda belə saxladım və bu şəkildə yazmış oldum. Okey, bir dənə indi run eləyək kodu. Onun tərəfi error ata bilər. Yox, atmayacaq. Əslində atsalardı. Üçüncü videoda heç nə yazmamışlar. Baxın, gördünüz burada about 1 bazadan bir-bir gəlib bura oturmuş oldu. Burada da baxın sorğatdır. Onu da görə bilərsiniz burada. Bir dənə baxın, təkrar sorğunu göstərim sizə. Baxın. Burada gəlib sorğu düşür, gördünüz. Deyək ki, burada get teksti gətirdi, baxın, bir-bir event cədvəlidir, yoxsa kurs cədvəlindən gətirdi bunları. About-dan gətirməlidir. Hə, burada baxın, about cədvəlindən sorğunu yazıb bizim üçün order bayıb gətirib. Yəni, indi nə inəyək? Gəlin bir dənə şey eləyək. Baxın, image URL-də gəlib bir dənə. Bu students falan hələ də statik şəkildə gəlir, dinamik şəkildə gəlmir. İndi gəlin bunları dinamik şəkildə gətirmiş olaq. Gəlib deyəcəm burada, məndə hansıları? Bir dənə event yaradacam burada. Event yazıram, event 1. Description 1 yazıram. Image URL-ni yazarıq. Belə bir şey yazım indi, sonra dəyişərəm. Date-nə də ayda, bunun bir dənə date formatı olmalıydı. Date deyir, okey. Yəni, şey eləyəlim. Bu başa düşülür də, struktur necə gəldi, düşdü ora. Onu başa düşə bildiniz. Bəli, aydın. Deməli, indi nə edəcəm? Həmin o total dəyərlərini də gətirək yazaq bura. Total events falan. About-daydı da olur, about-da var idi. Hə, burada, yoxsa burada verək onu. Demək yazıram add model nöqtə total courses.
Burada deyirəm at model nöqtə total students. Students idi. Bir də at model nöqtə total events. Bu event idi də. Yox, trainers idi. Saniye. Total kursdur. Bu event'dır. Evet, total events. The trainers. Okay, bir dənə bunlara da baxın, bir dənə şəklə gətirəcəyik indi. Kurs, event, bir də trainer, bir dənə data əlavəyə. Bir dənə trainer əlavə edeyim birinci. Okay, çoxdur burada dəyər. Məsələn yazıram Tabriz məsələn. Description 1, image xxx. Yəni bu image falan da yazım. Demək trainer sərvərimizdə idi bizim. Buradan trainers'dan bir dənə URL seçirəm. Baxın bunu seçdim məsələn. Buna gəldim, image-in əvəzinə yapışdırdım. Twitter URL ehtiyac yoxdur ki. Professional, professional yaratmışıq. Bir dənə professional yaradaq. Yazım. Software engineer dəyərini yaratdıq buradan. Sonra gəlib deyəcəm ki, hansı ki bu trainer, bir dənə özünə gəlsin. Bir dəyər danışıyor bu trainer'a. Professional deyə deyirəm 1. Bu bitdi getdi. Hansı ki trainers'da bir dənə oldu. Events'da bir dənə bu date formatdır. Bir dənə events'a gəlim oradan. Events cədvəlində. Bir dənə şəkil götürüm bura. Bir dənə mən date formatını şeydən götürürüm AI'dan. Ya baxım görüm belə idimi, belə idi, amma baxım. Okay, yəni belə okay. Event'da bir dənə, məsələn event bir dənə də yaradım qoy. Event 2 olsun. Şimdi 2. Hocam bir dənə kopyalayayım, buraya yapışdıraq, geçsin. Bu da belə. 2 dənə eventimiz olacaq məsələn. Kurslarımız falan ehtiyac yoxdur. Gəlin bir də indiran eləyək kodumuzu. Artıq daha çox dəyər gəlsin ora. Ha, bir saniyə. Bura gətirmişik dəyəri. Normalde dəyər gələn yer yox. Dəyər gətirmişəm. Bir dənə gözləyin. Bir saniyə gələk about indeksinə. Da count'u buradadır. Count'u da şeylə gəlir azdır. Hə, baxın bura əlavə eləməliyəm mən o dəyəri. Yazım trainers.
Bu sıfırdan gəlir yazır, dinamik şəkildə olub frontdan. Burada deyirəm at model trainers. Bu da events'dır. Burada yazım events. Burada kursuz dəyəri. Kurs yoxdur onsuz da. Var qalsın. Event'dan trainer əsas gəlsin, ona baxaq. Yəni sıfırdan 2 dənə eventimiz var, bir dənə trainerimiz var. Bunlar gəlib bura düşmüş oldu bu şəkildə. Burada 0 gəlir bu, çünki bu students olmalıdır. Bir də digər kurs dəyərim kursda yoxdur, ona görə 0 gəlir. Bu şəkildə. Bir dənə gəlim burada şey eləyim. Bir dənə bunları gəlim qoyum bura. At model. Buraya ehtiyac yoxdur, qoyarıq. Və total kurs dəyərini də bura gətirim qoyum belə. Okay, bu da belə. Bu başa düşüldüyüm ümumiyyətlə necə dinamik şəkildə gəlir oturur datalar. Bəli. Baxın, bura hələ gəlib oturmuyor. Çünki burada tək-tək yazmalıyıq. Onun üçün də indi OnView model yazıb orada yazacağıq. Gəlirik indi bir dənə Home View'suna. Burada da eyni qaydada Home View'sunda nə edəcəyik? Home View model yaradıb, using eləyib, orada datalarını gətirib bir-bir qoyacağıq yerinə. Gəlib bir-bir yazaq. Deyirəm using CodeWord.view models at model view model. Belə. Burada gəlib baxın, bir-bir yazacağım hamısını. Bizdə Home View modeldə nələrimiz var idi? Ya, baxın buna. Əslində Home View modeldə bir də bizim home dəyərlərimiz olmalıdır. Baxın, home dəyərimiz var idi burada. Ümumiyyətlə onu yaratmamışdıq. About-da vermişdim birbaşa. Yox, veririk orada. Demək, onun indeksində. Baxın, burada Home-da About sectionumuz var da, düzdür. Gəl bəsən, bunu oradan necədirsə yazıb qoya bilərik bura. Bu About-da necə idisə, elə copy-paste edib belə eləyə bilərik. Məncə. Orada Ctrl-C eləyirəm, gəl. Eyni şeydə əslində bunu prost bura copy-paste eləmək kifayət eləyəcək gətir. About us. Şəkildə. Hər bir dəyər dinamik olaraq gəlmiş olacaq. About punktlara gələcək, bitdi. Bir də burada hansı ki həmin dəyərlər var, students falan, onları da gətirərik. Məsələn, courses dəyərin yerinə burada yazıram nə? At model total courses dəyər. Burada yazıram nə? At model total events dəyər. Burada yazıram at model total trainers dəyər. Bu arada belə. Başqa trainers'ı gətirəndə onları da yazarıq. İndi baxalım, bir dənə yazaq. Future sectionu var bizdə, ona ehtiyacımız yoxdur elə ki. Courses hələ ki yoxdur. Bizdə trainer sectionu var, burada gətirə bilərik indi onları.
Deməli, trainers da bizdə necədir proses? Ya baxın. Home view modeldə biz dedik ki, trainers da var. Burada trainer controller, yox, bizdə home controller'da nə edirik? Birbaşa home view modelin içərisində trainers da gətirmiş olduq. Burada nə edəcəm? Deyəcəm ki, birbaşa trainers cədvəlindən verək. Bir baxım elemanları. Deməli, məndə home-da, baxın, trainer section-da var. Trainerlə bitirəsində. Deməli, bu professional-da. Gəl baxım, görüm, for each harda işlədəcəyik. Deməli, trainer, bir URL falan, team member, buradan başlayıb bitir burada. Deməli, bir team member üçün buradan verilməyəcək. Burada team member hissəsi başlayır. Baxın, deməli team member hissəsi buradan başlayır. Sırf team datalar buradadır da. Mən gətirib buradan, yəni Ctrl X eləyirəm. Deyirəm add for each. Burada deyirəm var. Bizdə nədir? Trainer in trainers. Model.trainers. Hansı bizə modeldən gələn trainers dəyərlərimiz. Bunu da gəlib belə bu şəkildə, bunu da gəlib Ctrl V buraya yapışdırırım. Burada artıq mənim dəyərlərim olacaq. Burada trainer'ın name'idir. Ət deyirəm trainer nöqtə name olmalıdır, bəli. Burada daha sonra bu profession dəyəridir. Deyirəm ət trainer nöqtə profession dəyəri profession'ın name. Hansı o profession cədvəlinə gedəcək, onun da sonra name'i gətirəcək. Gətirmiş olacaq profession'ın name. Daha sonra bu nədir? Burada isə description nə idi? Bir baxım. Nöqtə yazmışam description dəyərdir. Burada sosial media adresləridir bir-bir. Biz birbaşa linki bura qoyduğumuza görə deyirəm add model nöqtə model yox trainer nöqtə Twitter URL məsələn Twitter URL bura. Daha sonra add trainer nöqtə Facebook URL bura. Trainer nöqtə Instagram URL bura. Ondan sonra da add trainer nöqtə burada LinkedIn URL bura. Bu şəkillərə gəlib dinamik olaraq bazadan düşəcək dəyərlərimiz. Buradan ki, yəni stop eləyim, təkrarlayayım, burada görəcəksiniz. Bir də bizdə populyar kursiz var idi burada deyəsən. Bir də ona baxmayın. Burada da eyni qayda ilə kursları əlavə edə bilərik. Baxın, kurs itemları buradadır, hamısı. Bunun içindədir də, hə. Buradan başlayır. Yəni belə yeyirsiniz burada da. Yəni bir dənə də burada for each yaradıram. Deyirəm var. Course in model nöqtə kursuzdur. Burada biz total kursuz adlandırmışıq da şey. Populyar kursuz yox. Yəni dəyişim edeyim populyar kursuz. Okay, burada da deyirəm belə. Ben kontrol verəcəm. Burada da baxın, deməli bizdə kursun nəyi var? Bir-bir bunları yazaq. Deyirəm add course nöqtə və kursun nəyi var? Məsələn, title var, price-ıdır. Add course nöqtə price dəyərimiz olmalı idi bir dənə bizim. Website design. Bu artıq nə idi? Kursun title var idi. Bir də kursda nə var idi başqa bizdə?
Hə, kateqori.name var idi da. Belə bir şey idi. Hə. Kursun öz adı var idi. Bir də kateqori adı var idi. Nələrin içərisindədir? Kursun bu description olmalıdır. At course nöqtə description falan yazmış. Yəni short description idi desəm bu. Daha sonra hə, bu da müəllimin falan adıdır. O ehtiyac var mı? Heç ehtiyac yoxdur, qalsın. Orada trainer gələcəkmi bizdə? Birbaşa buradan trainerin adını da verə bilərik. Hansı ki deyirəm add. Mən orada traineri buradan mı vereyim yoxsa? Hatta trainer falan. Hə, traineri var ya, trainerin name'ini qoyaq bura. Daha sonra nəyi qoyaq? Neyse, bunlar kifayətdir. Bir də burada 2 dənə dəyərimiz olmalıydı. Hə, baxın, bir də burada 2 dənə dəyərimiz var. Burada student count falan olmalıydı. Yəni baxın görüm UI-də hardadır bu dəyərlər. Burada. Baxın, burada bir şeydir. Hə, bu Antonio sözündən sonra olmalıdır. Bunlar da elə yəqin ki. Bir student count'dur. Hə, burada baxın NSP 50 yazıb. Bu 50-nin əvəzinə deyirəm add. Nədir? Deyirəm course nöqtə student count olmalı. 65-in də yerinə deyirəm add course nöqtə like count olmalı deyirəm. Bu like count deyir. Tamam, bu dəyərlərin hər biri artıq dinamik olaraq gələcək. Bir də kurs dəyəri də yaradım burada. Deməli, baxın, bir dənə burada trainer yaradıram. Trainer yaratdıqda, düzdür, mən burada özümün adından bir dənə trainer yaratdım. 1 ID ilə, düzdür. Gəlib deyəcəm, baxın, trainer ID-si 1 olan bir dənə kurs yaradıram. Kursun adını yazıram, backend development. Short description, dərslər yazım. Price yazım, 150 məsələn. Image URL-nə nə yazım bunun? Burada demək image URL dəyəri də olub bizdə. Demək, Honda. Hə, baxın, bu image URL olub. Bunun bir dənə şey eləyirəm. Bu trainer image URL-dir. Buna deyirəm at trainer nöqtə course nöqtə image URL olmalıdır. Burada trainer image URL var. Bir də kursun hansı şəkil olmalıdır orada. O image. Hə, bu da kursun şəklidir. Bunu da bir dənə Ctrl X eləyim. At course nöqtə image URL. Bu kursun image URL-dir bu. Burada da trainer image URL var. Hər ikisini götürdüm mən buradan. Burada image URL-dən hansı kursun image URL-i götürdüm. Tələbə sayı yazım 12 məsələn. Like sayı 23 məsələn. Kateqori ID-də kursun kateqoriləri var idi. Düzdür, bizdə. Gəlib buraya yazım. Bir dənə özümdən kateqori yazdım. Onu əlavə edəcəm. Backend development məsələn adına qoydum. Ona dedim bir kateqori ID-lidir. Bu da belə. İndi artıq bazadan dinamik olaraq datalarımız gəlmiş olacaq.
Yəni run eləyək. Bu başa düşüldü də, yoxsa Bəli, aydın. bir prost data yazırıq videoya, ona görə. Əla, bax, neredəsə null referans var. Ha, tamamdır. Hə, burada kateqori dəyəri null gəldi hardasa. Okay, problem yoxdur. Gəl burada. Dən baxım görüm nə deyir. Deyir ki, kateqori get return null. Dən baxım görüm hardadır. Categories dəyəri var bizdə. Course orada var. Student count'a görə getsin görməli gedir. Start'dadır bir yana baxın burada. Hə, burada belə bir şey qoyum. Null gəlsə problem yaratmasın bizə. Burada null gəlir deyə problem yaradır. Bir dənə bura baxım hardadır bunun kateqorisi falan. Hə, baxın kateqori name-dir. Bir dənə buna sual qoyum bura. Null gəlsə problem olmasın. Bir də trainer name olmalı burada. Trainer'da bunu belə qoyum. Null gəlsə problem olmaz. Görməsə error versə baxalım. Null gəlir deyə error olur. Errorun səbəbi odur. Hə, okey, gəldi. Orada null gəlir deyər, ona görə problem olurdu. Baxın, burada student tələ yox. Bunlar hamısı bazadan gəlir. Bir dənə kurs var, 2 dənə event var. Gəlir aşağı. Burada populyar kursların, hansı baxın öz adımı yazmışam burada. Elə budur. Backend Development kursudur. Burada bir dənə linkə klikləyənə gəlirdi. Bunun adını yazmamışıq. Onu details cədvəlinə də yaratmalıyıq ona görə. Gəlin onu da bir dənə qoyaq. Details cədvəlinə də yaradaq. Hansı bir dənə kursun detailini yaradaq. Gəlib deyəcəm burada. Deməli, description. Dəstəri. Schedule. Hə, date yaratmışdı. Bayaq biz orada. Able seed məsələn 12. 180 məsələn. Kurs ID-də 1. Kurs detalda budur. Gəlib deyirəm ki, burada. Burada harca bir yerdə olmalıdır o. Deməli, kursun kateqori name falan gəldi bizdə burada. Backend Development yazmışıq. Backend dərsləri yazmış. Gəlin baxın görüm bu dəyər nədir. Baxın, bunun üçün harada. Bəs o birində də var. O birində haradadır o? Ha, okey. Details'ın burada.
Baxın, deməli bunlar. Silməyə ehtiyac, yəni qalmasına ehtiyac yoxdur, silsək olar. Çünki for instance neçə dənə varsa hamısını gətirəcək. Yəni burada baxmalıyıq ki, onun null deyilmi ki dəyərimiz. Title'dır, kateqori. Baxın, kateqoridir bu. Burada title yox da kateqori yazmalıyıq. Course details. Birdə baxın belə bir şey olmalı deməli. Kateqori cədvəli, baxın bu buradır. Onun yerini səhv salmışıq. Title burada deyil kursun. Title da yuxarılarda bir yerdə olmalıdır. Kateqorisinin name'i, price'ı. Course details'dır bu. Deməli, bu səhifəyə yönləndirəcəyi yerdir. Bu da description'da. Düzdür, burada da şey verməliyik. Kursun details'ında hara yönləndirəcəyi ora verməliyik. Deməli, nə etməliyik? Baxın, bir dənə kursun içində details'ı HTML yaradacağıq. Deməli, bir dənə kursun içərisində. İstəsəz bunu sabah eləyək. Olar. Məncə biraz çox yordum. Deməli, əsas bu günəliklərimizi bir izah edeyim. Bizdə deməli kurs details kurs details'lar var. Bunu da indeksi details kimi kursun içində yazarıq. İkisini bir yerdə yazarıq da, ayrı-ayrı view kimi yazmayaq. Burada da verəcəyik keçinə. Ora klikləyəndə hansı ki burada kursa klikləyəndə bizim details səhifəsinə yönləndirsin. Buradakı kimi eyni qaydada. Kurs details'ın dataları bunlardır. Əvvəldəkidə kurs detailin burada linkini verəcəyik də, ISP controller bu details səhifəsinə yönləndirəcək. Bu günlük istəyirsə yekunlaşdıraq, qalanları da gələn dərsdən eləyərik. Bizdə nə qaldı əsas? Əsas bunları göstərdim bu gün sizə ki, yəni necə doldurulur səhifələr. Ona əsas fikir verərsiniz. Controller view model məntiqi. Gələn dərs yenə bir dənə üstündən keçərik. Bir də Salam Musa bəyə deyəcəm. Bunları ümumi göstərsin yenə sizə. Yəni belə siz özünüz də bir dənə yaratmısınız da yəqin ki. Bundan yaradın, yavaş-yavaş işləyin sizdə. Problem oldusa danışaq. Burada bunlar necə düşür? Əsas bunları öyrənin. Yəni bu videoya təkrar baxarsınız, videonu göndərəcəm əvvəlki rekorda. İkisini də göndərəcəm. Sabah baxarsınız. Musa bəylə bir dənə praktika deyin. İkinci gün yenə nəsə suallarınız olsa baxaq, davam eləyərik bunu da ardına. İstəyirəm siz başa düşün, elə davam eləyək ona görə. Yəni bir dəfə proyekt yazanda biraz çətin ola bilər. İkincidən yazanda yavaş-yavaş öyrənəcəksiniz artıq. Nəsə sualınız yoxsa sağollaşa bilərik. Son